Ümumi uşaqlar. Bax, mən sizin üstünüzə qışqırada bilərəm. Çox söz deyə bilərəm. Mən onu sizi çox istədiyim üçün istəyirəm daha yaxşı futbol oynayasınız. Daha keyfiyyətli. Mən dediklərim çox şey eləsəz, oyunlarda daha çox inkişaf əldə edəcəksiniz. Başa düşdünüz? Görəcəksiniz ki, daha belə deyim də keyfiyyət baxımından daha yaxşı futbol oynuyorsunuz. Vaxtında pas vermək, vaxtında açılmaq, vaxtında zərbə, allatmaqdan qorxmayın. Ürəyiniz necə istəyir? Bax, keçdiniz zərbə məcazı o tərəfə, krayda. Ürəyiniz necə istəyir Allahdır. Mən amma öz polyamızda sadə oynamaq lazım. Yaxşı? Və çalışdığımız yerə bax, əgər siz atak edirsinizsə, bax bu qırmızılardır məsəl üçün də. Biz atak edirik, düz deyil. Bax bu bizim, bax bunları qoyuram qırağa da, bax bunları qoyuram qırağa. Bax, eşidirsən? Bax biz atak edirik. Burada bizim oyunçu, bax oyunçu, buradakı oyuncunu keçib, məsəl üçün bunların 3 dənə oyuncusu var, fərqi yox deyil, məsəl üçün deyil. Biz indi 3-2 atak edirik. Əgər bizim oyuncumuz burada yerlə, göylə fərqi yox, ötürmə eləyirsə, bax bizim burada olan oyuncularımız burada qalmaqları mənasızdır. Bax, içəri girmək lazımdır birinci dirəyin yanına. Bax, əgər oradan qaldırırsa, birinci dirəyin yanına girmək lazımdır. Buradakı oyuncumuz həmişə arxa dirəyi bağlamalıdır. Çünki 99% toplar buradan keçəcək. Bax, bu oyuncudan gəlib keçə bilər. Bundan keçdi top, bax, bu topdur. Bu buradan qaldırdı yerinə. Buradakı oyuncu da